Ronald Dahl, Cənnətə gedən yol. Bütün həyatı boyu xanım Foster panik dərəcədə qatara, təyyarəyə, hətta teatr tamaşasına gecikməkdən qorxurdu. Başqa vaxtlar o özünü normal aparır, heç bir əsəb krizinə girmirdi. Lakin elə ki, harasa getməli olurdu, bax onda o panikaya düşürdü. Yalnız bir fikir, mütləq harasa gecikəcəyi fikri onda təlaş yaradırdı. Keçirdiyi təlaşdan isə qadında tik əmələ gəlirdi. Qorxulu bir şey deyildi, sadəcə sol gözünün ucundakı əzələ dartılırdı. Sanki qadın kiməsə göz vururdu. Xoşagəlməz hal ondan ibarət idi ki, qadın vağzala, havalimanına vaxtında sağ-salamat çatdıqdan sonra belə bu tik nə bir, nə də 2 saatdan sonra keçmirdi. Həqiqətən inanılmaz idi ki, harasa gecikmək fikri belə ağır qorxuya gətirib çıxarsın. Yarım saat öncə xanım Foster palto, papaq, əlcəklərini geyinib liftlə aşağı düşüb, yerində qərar tuta bilmədiyi üçün bir otaqdan o birinə keçirdi. Onun halından xəbəri olan əri həmişə öz apartamentlərindən heç nə olmamış kimi son anda çıxıb gəlir, səsində yüngül ironiya ilə qadından soruşurdu ki, xanımı düşünmür ki, o gecikə bilər. Artıq evdən çıxmaq lazımdır. Yəqin ki, cənab Fosterin xanımının bu qəribə xasiyyəti qıcıqlandırmalı idi. Əgər bunu nəzərə alsaq, onda aydın deyildi ki, bunu görəsən o bilərəkdənmi edir? Niyə özünü gözlətməyə və qadını daha çox əzab çəkməsinə səbəb olur? Nəzərə almaq lazımdır ki, ərinin bunu bilərəkdən etməsini təsdiqləmək olmaz. Əlbəttə yox, amma hər dəfə qadın harasa gedəndə cənab Foster ən sonuncu an, hətta bir neçə dəqiqə ləngiyərək gəlir, bu yazıq qadının təlaşını artırırdı. O dəqiq bilirdi ki, arvadı heç vaxt onu tələsdirməyə cürət edən deyil. Bunu etməməsi üçün o vaxtında xanımına yaxşı dərs vermişdi. Onların ailə həyatının sonuncu illərində adamın həqiqətən qadının qatara çatmaması üçün ləngitməsi də olmuşdu. Tutaq ki, əri günahkardır və bunu bilərəkdən edir. Lakin adamın bu hərəkətinin nə mənası vardı? Arvadı mehriban və qayğıkeş qadın olduğu üçün adam xanımının bu kiçik zəifini ona bağışlamalı idi. 30 il qadın itaətkarlıqla, cəfakeşliklə ona xidmət göstərmişdi. Buna şübhə yox idi. Xanım Foster o qədər sakit bir qadın idi ki, cənab Foster'ın bunları bilərəkdən etməsini, onu bilə-bilə incitməsini qadın heç ağlına belə gətirməzdi. Lakin son zamanlar xanım Foster buna fikir verməyə başlamışdı. Cənab Eugene Foster 70 yaşında idi. Arvadı ilə New Yorkun 62-ci küçəsində 6 mərtəbəli böyük binada yaşayırdı. Evdə 4 qulluqçu vardı. Ev darıxdırıcı idi. Bu ev müsafirlər çox nadir hallarda qəbul edirdi. Lakin bugün qeyri-adi bir gün idi. Səhər ev hərəkətlənmiş, canlanmışdı. Bir qulluqçu əlində bir topa döşək üzü tutub durmuşdu. O biri qulluqçu isə mebelləri tozdan qorumaq üçün bu döşək ağları onların üstünə salırdı. Qapıçı çamadanları aşağı düşürüb hola qoymuşdu. Aşpaz isə mətbəxdən tez-tez çıxaraq qapıçıdan nəsə soruşurdu. Elə xanım Foster də köhnə xəz paltosunu, papağını geyinib bir otaqdan o birinə keçərək sanki qulluqçuların işlərinə nəzarət edir,
düzəlişlər verirdi. Əslində isə o uçağa gecikməmək haqda düşünürdü və dəqiq əmin idi ki, təyyarəyə çatmayacaq. Əgər əri tezliklə öz kabinetindən çıxmasa, bu belə də olacaqdı. Walker, saat neçədir? Qapıçının yanından keçəndə qadın soruşdu. 9-a 10 dəqiqə işləyib, ma'am. Avtomobil gəlibmi? Bəli, ma'am, gəlib sizi gözləyir. Mən indi bagajı ora yükləyəcəm. Havalimanına 1 saatlıq yol var. Təyyarə 11-də uçacaq. Qeydiyyatdan keçmək üçün gərək mən yarım saat tez ora çatım. Əminəm gecikəcəyəm. Mənə elə gəlir ki, ma'am, sizin zamanınız çoxdur. Qapıçı qadını sakitləşdirməyə çalışdı. Mən cənab Fosterə demişəm ki, 9:15-də evdən çıxmalısınız. Hələ 5 dəqiqəniz var. Mən bilirəm, Walker, bilirəm. Amma sizdən xahiş edirəm, bagajı yükləməyə tələsin. Xanım Foster holda o başa bu başa gəzişərək hər dəfə yanından tələsərək keçən qapıçıdan saatı soruşurdu. Öz-özünə təkrarlayırdı ki, o təyyarəyə hər bir vəclə çatmalıdır, gecikə bilməz. Buna haqqı yoxdur. Uzun aylardan sonra axır ki, o ərini dilə tutub. Əgər bu reysə çatmasa, əri çox asan şəkildə verdiyi icazədən imtina edə bilər. Bədbəxtçilik ondadır ki, əri onu havalimanına yola salmaq istədiyini demişdi. Aman Allahım, mən çatmayacağım. Mən bilirəm, mən gecikəcəm. Sol gözünün kənarındakı əzələ dartılmağa başladı. Boğazını qəhər boğdu. Saat necədir, Walker? 9:18, ma'am. Dəqiq gecikəcəm. Mən istəyirəm ki, o nəhayət öz otağından çıxsın və biz yola düşək. Bu vacib bir səfər idi. Xanım Foster ilk dəfə Parisə yeganə qızını görməyə gedəcəkdi. Qızı Fransuza ərə getmişdi. Qızının fransız əri qadını maraqlandırmırdı. Amma o öz övladını çox sevirdi. Bundan başqa xanım Foster 3 nəvəsini görmək arzusunda idi. Onların yalnız fotoşəkillərini görmüşdü. Fasiləsiz göndərilən bu fotoşəkilləri qadın evin müxtəlif yerlərinə qoyub bəzəmişdi. Nəvələri gözəl idi. Hər dəfə yeni gələn fotoşəkili otağına aparır, uzun müddət onlara baxır, nəsildə olan kimlərləsə uyğunluq axtarıb tapmaq istəyirdi. Bu ona vacib idi. Son zamanlar o açıq-aydın hiss edirdi ki, ömrünün son illərini nəvələri ilə keçirmək, onları gəzintiyə aparmaq, hədiyyələr almaq istəyir, nəvələrinin necə böyüməsini seyr etmək arzusundadır. Əlbəttə, o bilirdi ki, əri sağ olan sürəc belə şeyləri düşünmək ərinə qarşı xəyanət, satqınlıqdır. Həmçinin dəqiq bilirdi ki, öz işlərindən kənarlaşmasına baxmayaraq, əri heç vaxt Nyu-Yorku tərk edib Parisə gedən deyil. Ərinin nəvələrini görmək üçün ona 6 həftə icazə verməsi bir möcüzə idi. Qadın nəvələri ilə həmişəlik bir yerdə qalmaq istərdi. Walker, saat neçədir? 9:22, ma'am. Walker elə bu sözü demişdi ki, cənab Foster hola daxil oldu. Adam durub diqqətlə xanımına baxdı. Qadın da gözlərini gizlətmədən ona baxdı. Bu alçaq boy, lakin çox hərəkətli qoca bir kişi idi. Enli sifəti saqqalla örtülmüşdü. Hə,
Düşünürəm ki, əgər təyyarəyə çatmaq istəyirsənsə, tələsməliyik. Düz əzizim, haqlısan. Hər şey hazırdır. Əla, avtomobil bizi gözləyir. Adam başını biraz əyib qadına baxmağa başladı. Onun belə bir qəribə xüsusiyyəti vardı. Əllərini sinəsinə yaxın tutan zaman dələyə oxşuyurdu. Mərkəzi parkdakı dələyə. Hə, bu da Walker. Sənin palton ilə gəlib. Geyin əzizim. Mən indi qayıdacam. Əllərimi yuyub gəlirəm. Cənab Foster dedi. Qadın, əlində yüngül palto və papaq tutmuş qapıçı hazır vəziyyətdə durmuşdular. Walker, təyyarəyə çatacağımıza heç ümid yoxdur? Niyə ki, mən əminəm ki, hər şey yaxşı olacaq. Cənab Foster qayıdanda qapıçı Walker ona paltosunu geyinməkdə yardım etdi. Xanım Foster tələsik evdən çıxaraq arxasınca gəlmiş Cadillac'a mindi. Əri ondan sonra evdən çıxdı. Pilləkənləri tələsmədən düşüb birdən dayandı. Havaya baxıb burnu ilə soyuq səhər havasını ciyərlərinə çəkdi. Deyəsən duman var. Xanımının yanında əyləşən adam dedi. Hava limanında dəqiq duman güclüdür. Reysləri təxirə salsalar, mən buna heç təəccüblənmərəm, dedi. Xahiş edirəm əzizim, belə sözlər danışma. Bundan sonra onlar bir kəlmə belə demədən sakit oturmuşdular. Avtomobil çayın kənarından keçib Fort Island'ə yollandı. İlk olaraq sükutu əri pozdu. Mən nökərlərlə işimi bitirdim. Onlar bugün evdən gedəcəklər. Mən onlara 6 həftəlik maaşın yarısını verdim. Onlar bizə lazım olan zaman mən Walker'a telegram göndərəcəm. Bilirəm, o mənə bunları deyib. Mən elə bugündən kluba köçəcəyim. Bu mənim həyatımda yaxşı bir dəyişiklik olar. Evdə deyil, klubda qalmaq gözəl olar. Lap yaxşı əzizim. Mən sənə məktub yazacağam. Mən bəzən poçtu götürmək üçün evə gəlib deyəcəm. Cənab Foster dedi. Sənə elə gəlmir ki, Walker evdə qalsaydı daha yaxşı olardı? Biz olmayan müddət ərzində evi nəzarət edərdi. Qorxaraq xanım soruşdu. Boş şeydir, buna ehtiyac yoxdur. Həm də gərək onda mən ona bütöv maaşını verim. Bəli, haqlısan əzizim. Bir də insan çiğ süd əmib, evdə tək qalsa ağlına nə kimi fikirlər gələcəyini bilmirəm. Evi ona buraxa bilmərəm. Adam siqara götürüb gümüş cımbızla kənarını kəsdi. Qızıl alışqanla siqarını yandırdı. Sən mənə məktublarıma cavab yazacaqsan? Qadın soruşdu. Baxaram, əmin deyiləm. Sən ki bilirsən, mən məktub yazmağı sevmirəm. Vacib bir şey baş versə yazacağam. Hə, əzizim, bilirəm. Allah xətrinə heç nədən nigaran qalma. Onlar bulvardan keçib hava limanına aparan yola çıxdılar. Orada duman artıq qalınlaşmışdı. Avtomobil sürətini azaltmağa məcbur oldu. Aman Allahım, xanım Foster dedi. Mən dəqiq gecikəcəyəm. Saat neçədir? Bəsdir. Təşvişə düşmə, cənab Foster dedi. Bunun artıq heç bir əhəmiyyəti yoxdur. Təyyarələr belə havada heç vaxt uçmurlar. Mən ümumiyyətlə başa düşmürəm ki, sən nədən bugün bu havada uçmağa qərar vermisən? Sakit evdə oturmuşdun. Xanım Foster elə gəldi, yoxsa həqiqətən ərinin səsinin tonu dəyişmişdi.
Qadın dönüb ona baxdı. Amma tük basmış üzündə olan dəyişikliyi görə bilməzdi və elə o zaman ərinin ağzına, dodaqlarının kənarına baxmaq fikrinə düşdü. Ərinin gözlərində qəzəbdən başqa bir şey yox idi. Adamın nə hiss etdiyini bilmək istəyirdi. Əri davam etdi. Əlbəttə, reisi təxirə salmayıblarsa, yəqin ki, təyyarəyə çata bilməyəcəksən. Səninlə burada razılaşacağam. Elə olan təqdirdə sən mənə de görüm, nədən bununla barışmaq istəmirsən? Qadın üzünü çevirib pəncərədən baxmağa başladı. Duman güclənirdi. Getdikcə daha çox güclənirdi. İndi yalnız yolun kənarı görünürdü. Qadın bilirdi ki, əri hələ də ona baxır. Başını çevirəndə dəhşətli bir hadisənin şahidi oldu. Əri onun sol gözünün dartılmasına baxırdı. Niyə razılaşmaq istəmirsən? Əri yenidən sual verdi. Nə ilə razılaşmaq istəmirəm? Qəbullana bilmirsən ki, uçağa çata bilməyəcəksən. Hətta təyyarə bugün uçsa belə çatmayacaqsan. Biz sürəti artırıb dəlicəsinə yolu gedə bilmərik axı. Onlar bir kəlmə demədən əyləşmişdilər. Avtomobil sürünərək gedirdi. Sürücü sarı fanarları yandırdı. Yolun kənarı işıqlandı və bu onlara yardım etmiş oldu. Dumanda onlarla üzbəüz sarı, bəyaz rəngli fanarlar yanırdı. Bir gur fanar isə onların arxasınca gəlirdi. Gözlənilmədən sürücü avtomobili saxladı. Vəssalam, deyəsən biz burada qalacağıq. Mən elə belə də bilirdim. Sürücü adama tərəf dönüb dedi. Xeyr, ser, biz çatmışıq. Bu, hava limanıdır. Bir kəlmə belə demədən, xanım Foster avtomobildən sıçradı. Demək olar ki, qaçaraq hava limanının girişinə yaxınlaşdı. İçəridə çoxlu insan vardı. Keyfi pozulmuş sərnişinlər qeydiyyat tərəfdə toplaşmışdılar. Xanım Foster insanların içindən keçərək liman işçisinə müraciət etdi. Bəli, sizin reys hələ ki dayandırılıb. Uzağa getməyin, göyüzü hər an açıla bilər. Qadın avtomobildə əyləşən ərinin yanına dönüb duyduqlarını ona xəbər verdi. Sən burada gözləmə əzizim. Buna ehtiyac yoxdur, evə dön. Əlbəttə dönəcəm. Əgər sürücü məni geri aparsa. Nədir sürücü? Məni apararsan? Nədən də olmasın, ser. Bagajı götürmüsünüz? Bəli, ser. Sağ ol, əzizim. Qadın əyilərək ərinin tüklü sifətindən öpdü. Sağ ol. Sənə də yaxşı yol. Avtomobil getdi. Xanım Foster tək qaldı. Günün sonu onun üçün dəhşətli oldu. Qeydiyyata yaxın olan skamyada əyləşib hər saat qalxaraq vəziyyətin dəyişib-dəyişməməsini soruşurdu. Cavab isə eyni idi. Gözləyin, uzağa getməyin. Duman hər an çəkilə bilər. Axşam 7-yə qədər belə davam etdi. Sonra səs yüksəldici ilə elan etdilər ki, uçuş sabaha, saat səhər 11-ə qədər uzadılıb. Xanım Foster elanı duyub özünü itirdi. Necə hərəkət edəcəyini bilmirdi. Elandan sonra qadın hələ də orada oturmuşdu. Gecəni necə keçirəcəyini düşünürdü. Yorğunluqdan başı işləmirdi. Fikri dağınıq idi. O hava limanından getmək, ərinin üzünü yenidən görmək istəmirdi. Yaxşı olardı ki, elə burada skamyada otursun.
Belə olsaydı riskdən azad olmuş olardı. Lakin çox yorulmuşdu. Həm də yaşlı qadının hava limanında gecələnməsi eks-avangard bir hərəkət olduğuna qərar verdi. Telefona yaxınlaşıb evə zəng vurdu. Telefon dəstəyini əri qaldırdı. O, elə kluba getməyə hazırlaşırmış. Demək olar ki, qapının önündəymiş. Qadın ərinə sonuncu xəbəri dedi və soruşdu ki, evdə qulluqçulardan kimsə varmı? Hamısı çıxıb gedib. Əri cavab verdi. Onda mən bir gecəlik özümə burada otaq taparam. Əzizim, sən nigaran qalma, mən həll edərəm. Bu axmaqlıqdır. Burada sərəncamında böyük ev olduğu halda nədə bundan istifadə etməyəsən? Əzizim, axı ev boşdur, heç kim yoxdur. Deməli, mən kluba getməyib səninlə qalacağam. Amma evdə yeməyə də bir şey yoxdur. O zaman evə dönməmişdən öncə bir şeylər atışdırıb gəl. Hər şeyi problemə çevirirsən. Hə, düzdür. Üzr istəyirəm əzizim. Mən sendviç yeyib evə gələrəm. Duman sanki ağır-ağır çəkilməyə başlamışdı. Amma 62-ci küçəyə gedən yol uzun idi. Evə axşam çağı çatdı. Onun ayaq səslərini duyan əri kabinetindən çıxaraq qapının önündə durdu. Hə, Paris necə idi? Əri soruşdu. Biz sabah saat 11-də uçacağıq. Bu dəqiqdir. Yəni demək istəyirsən ki, əgər duman çəkilərsə uçacaqsınız. Duman çəkilməyə başlayıb külək əsir. Yorğun görünüşün var. Təsəvvür edirəm necə bir dəhşətli gün keçirmisən. Düzdür əzizim, haqlısan. Mən yatmağa gedirəm. Səhərə avtomobil sifariş etdim. Saat 9-a. Təşəkkür edirəm əzizim. Ümid edirəm ki, belə uzun yolu bir daha mənimlə getmək istəməzsən. Xeyr, əri cavab verdi. Biraz durub əlavə etdi. Düşünürəm ki, getməyəcəm. Amma sən məni avtomobillə kluba qədər aparmarsan. Düşünürəm ki, bunun bir çətinliyi olmaz. Qadın ona baxdı. Bir anlıq ona elə gəldi ki, əri ondan çox uzaqdadır. Əri ona tanımadığı özgə kənar şəxs kimi gəldi. Qadın elə indi ərinin nə düşündüyünü, nə etdiyini və ümumiyyətlə kim olduğunu bilmədiyini kəşf etdi. Amma sənin klubun mərkəzdə yerləşir. Hava limanının üstündə deyil. Bizim yollarımız müxtəlifdir. Sənin zamanın çox olacaq. Yoxsa məni kluba qədər aparmaq istəmirsən? Niyə ki, əzizim, apararam. Əlbəttə ki, apararam. Lap yaxşı. Onda 9-da görüşərik. Qadın 3-cü qatda olan yataq otağına qalxdı. Başını yastığa qoyan kimi yatdı. Uzun günün ağır yorğunu idi. Səhər tezdən oyandı. 9-un yarısı səfər üçün hazırlanıb durmuşdu. Saat 9-da əri peyda oldu. Sən qəhvə hazırlamamısan? Xeyr əzizim. Düşündüm ki, klubda səni dadlı səhər yeməyi gözləyir. Avtomobil artıq buradadır. Mən tamamilə hazıram. Elə indi çıxa bilərik. Onlar holda durmuşdular. Sanki elə burada da görüşürdülər. Qadın palto, papaq və əlində əlcək çantasını tutub durmuşdu. Adam isə pencək və əlində paltosunu tutub dayanmışdı. Bagajı hardadır? Hava limanında. Hə, düzdür, unutmuşdum. Əgər məni yol üstü kluba buraxacaqsansa, bir dəqiqə belə.
Dayanmaq olmaz. Hə, sən mənimlə razısan? Əlbəttə əzizim, tez yola düşək. Xahiş edirəm. Hə, gedək. Yalnız mən özümə bir neçə siqar götürüm sonra. Tez gələcəm. Sən isə avtomobildə otur. Qadın tez çıxıb avtomobilə tərəf getdi. Sürücü onu görüb avtomobilinin qapını açdı. Saat neçədir? Təxminən onun yarısı. Sürücü dedi. Cənab Foster bir dəqiqədən sonra evdən çıxdı. Tələsmədən pilləkənləri düşməsinə xanımı baxanda ona elə gəldi ki, ərinin arıq ayaqları keçi ayaqlarına bənzəyir. Əri yenə durdu. Göyə baxdı. Hava tam açılmamışdı, amma günəş çıxmağa cəhd edirdi. Bəlkə bu dəfə bəxtin gətirdi, o arvadına dedi. Tələsin, xahiş edirəm. Qadın sürücüyə müraciət etdi. Bileti mən özüm üstümə örtərəm. Mən gecikirəm. Sürücü keçib avtomobilə əyləşdi, mühərriki yandırdı. Bir dəqiqə. Gözlənilmədən cənab Foster dedi. Bir dəqiqə durun, gözləyin. Əzizim, nə baş verib? Ərinin əsəbi şəkildə paltosunun ciblərində nəsə axtardığını görən xanımı soruşdu. Mən Elenə kiçik bir hədiyyəm var. Onu səninlə göndərmək istəyirəm. Şeytana nələt hardadır? Mən dəqiq bilirəm, o əlimdə idi. Mən sənin əlində heç nə görmədim. Ağ kağıza bükülmüş kiçik bir qutu idi. Dünən sənə verməyi unutmuşdum. Bugün onu unuda bilmərəm. Kiçik qutu? Xanım Foster soruşdu. Mən belə bir qutu görmədim. Və qadın avtomobili axtarmağa başladı. Əri paltonun cibindən sonra pencəyinin ciblərini yoxlamağa keçdi. Şeytana nələt, onu yataq otağında qoymuşam. Mən tez gedib gələcəm. Xahiş edirəm, lazım deyil. Arvadı qışqırdı. Buna vaxtımız yoxdur, yalvarıram sənə, getmə. Onu poçtla göndərərsən. Yəqin çox vacib bir şey deyil, daraqdır. Sən həmişə ona daraq hədiyyə verirsən. Darağın nəyi pisdir? Nədən daraq boş şeydir? Əri əsəbləşdi. Arvadı ilk dəfə idi ki, özünü unudub, itaətkarlıq göstərməmişdi. Əzizim, necə istəyirsən elə də olsun. Mən heç nəyə qarşı deyiləm, amma... Sən burada yerində otur, əri əmr etdi. Mən gedib onu götürəcəm. Xahiş edirəm, tələs, ləngimə. Qadın sakit oturub, sürücüdən soruşdu ki, saat neçədir? Sürücü əl saatına baxıb, onun yarısını keçib, dedi. Havalimanına bir saata çata bilərikmi? Ola bilər, sürücü cavab verdi. Bir anlıq xanım Foster'ın nəzəri ərinin oturacağının yanında ağ rəngli nəyəsə dəydi. Əlini uzadıb, kiçik ağ qutunu oradan çıxardı. Kimsə bu qutunu bilərəkdən oturacağın yanına soxmuşdu. Budur, buradadır. Xanım Foster qışqırdı. Aman Allahım, ərim onu evdə axtarır. Sürücü rica edirəm evə qalxıb ərimə deyin. Onu bura gətirin. İrlandiyalı sürücü onun həyəcanını çox da vecinə almadı. Avtomobildən çıxdı. Pilləkənlərlə giriş qapısına yaxınlaşdı. Elə həmin an geri dönüb dedi. Qapı bağlıdır. Sizdə açar var? Var. Bir dəqiqə. Əsəbi halda qadın çantasını axtardı. Üzü gərginlikdən qırışmışdı. Hə, budur. Yox, mən özüm gedərəm. Belə tez olar. Mən onun harada olduğunu bilirəm. Qadın əlində açar, tələsik avtomobildən çıxıb pilləkənlərlə qalxdı. Açar dəliyinə soxub, artıq onu çevirmək istəyirdi ki, gözlənilmədən
Xanım Foster hərəkətsiz durub bunu etmədi. Nəyisə gözləyirdi. Açarla qapını açıb evə girmək əvəzinə 5, 6, 7, 8, 9, 10 saniyə durdu. Onun duruşuna baxan zaman anlamaq olardı ki, qadın sanki nəyəsə qulaq asır. Evin dərinliyində duyduğu bir səsin yenidən təkrarlanmasını sanki gözləyir. Birdən qadın öz keyləşmiş vəziyyətindən çıxıb açarı dəlikdən çıxardı. Çaraq pilləkənlərdən düşdü. Çox gec oldu. Mən artıq gözləyə bilmərəm. Təyyarəyə çatmalıyam. Tez olun, hava limanına sürün, dedi. Əgər sürücü diqqətli olsaydı, qadının sifətinin bəyaz olduğunu hiss edə bilərdi. Qadının görünüşü artıq axmaq və xaraktersiz deyildi. Dəyişmişdi. Üzündə sərtlik vardı. Kiçik dodaqları sıxılmış, gözləri isə parıldayırdı. Səsində nəsə hökümlü bir ton vardı. Tələsin sürücü, tez, tez! Sizin əriniz bizimlə getməyəcək? Təəccüblənən sürücü soruşdu. Əlbəttə ki, yox. Mən onu yol üstü kluba aparacaqdım. İndi isə bunun heç bir əhəmiyyəti yoxdur. O anlayar, taksi çağırıb gedər. Biz isə gedək. Burada oturub söhbət etməyək. Mən Parisə uçan təyyarəyə gecikə bilmərəm. Xanım Foster təyyarənin uçuşuna bir neçə dəqiqə qalmış hava limanına çatdı. Çox keçmədi ki, o kresloda əyləşib Atlantika üzərindən uçurdu. Rahat oturub mühərrikin səsini dinləyirdi. Axır ki, Parisə uçurdu. O özündə nəsə böyük, inanılmaz bir güc hiss edirdi. Təyyarə New Yorkun 62-ci küçəsindən uzaqlaşdıqca qadın rahatlığına qovuşurdu. O nəvələri ilə görüşdü. Canlı onlar daha da gözəl idilər, lap mələk kimi. Hər gün onları gəzməyə aparır, onlara şirniyyat alır, hədiyyələr verirdi. Nəvələrinə nağıllar danışırdı. Həftədə bir dəfə çərşənbə axşamı ərinə məktub yazıb göndərirdi. Məktubda ona yeni xəbərlərdən, bəzi dedikodulardan yazırdı. Məktubun sonu isə eyni sözlərlə bitirdi. Əzizim, yemək yeməyi unutma. Qorxuram mən yanında olmayan vaxt buna riayət etməyəsən. 6 həftə bitdi. Hamı kədərli idi. Nənə Amerikaya, ərinin yanına dönməli idi. Evdəkilərin keyfi yox idi, bircə ondan başqa. Qəribədir. Əslində o kədərli olmalı idi. Vidalaşan zaman bütün əzizlərini öpən xanım Foster sanki onlara açıq-aydın işarə etdi ki, tezliklə geri dönə bilər. Amma indi vəfalı, qayğıkeş həyat yoldaşı kimi verilən icazədən bir gün belə artıq qalmayıb geri dönəcək. 6 həftədən sonra ərinə telegram vurdu ki, New York təyyarəsinə minib qayıdır. Aeroportda düşən xanım Foster qarşılanmadığını görüb təəccüblənmədi. Bu ona sanki məzəli gəldi. Keyfini pozmadan baqajını daşıyan işçiyə 1 sent belə vermədən taksiyə əyləşib evə yollandı. Taksi evin önündə durdu. 62-ci küçədə. Xanım Foster sürücüyə baqajı evin önünə aparmasını xahiş etdi.
pulunu ödəyib qapının zəngini basdı. Qadın durub gözləyirdi, amma heç kim qapını açmırdı. Sonuncu dəfə zəngi basıb səsin evin uzaq hissəsindən gəldiyini duydu. Heç kim gəlib qapını açmadı. O zaman çantasından açarı çıxarıb qapını açdı. İlk gördüyü şey boş qutusundan döşəməyə səpilmiş məktublar idi. Ev qaranlıq, soyuqdu. Saat üzərində örtü vardı. Soyuğa baxmayaraq evdə nəsə bir qoxu vardı. Qadın holdan keçib yoxa çıxdı. Onun hərəkətlərində öncədən qərar verilmiş nəsə vardı. Sanki nəyisə yoxlamağa getdi və şübhələrinin təsdiq olunduğunu görüb üzündə mutluluq hissi ilə geri döndü. O holun mərkəzində durub sanki nə edəcəyini düşünürdü. Sonra qəflətən ərinin kabinetinə keçdi. Yazı masasında olan telefon nömrələri kitabını vərəqlədi. Dəstəyi götürüb nömrəni yığdı. Alo, sifarişi qəbul edin. 62-ci küçə, 9-cu ev. Şərq tərəfdə, düzdür? Siz təcili bura kimisə göndərə bilərsinizmi? Deyəsən o, lift 2 və 3-cü mərtəbə arasında ilişib qalıb. Liftin tablosu belə göstərir. Elə indi gələcəksiniz? Hə, çox nəzakətlisiniz. Mən pilləkənlərdən qalxmağa çətinlik çəkirəm. Ayaqlarım ağrıyır. Çox sağ olun. Görüşərik. Qadın dəstəyi qoydu. Ərinin kabinetinin yazı masası ətrafında oturmağa davam etdi. Ustanı gözləyirdi. Hansı ki elə indicə gəlib lifti təmir edəcəkdi. 1954-cü il.